Salam hörmətli tamaşaçılar, TAV TV televiziyasında siyasi baxış verilişinə baxırsınız. Bugünkü qonağımız Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəz Quliyevdir. Fərəz bəy, xoş gördük. Hoş bulduk. Fərəz bəy, bilirsiniz ki, Azərbaycan regional siyasətini formalaşdırır. Regionda ümumi bir situasiya, hərbi siyasi vəziyyət gərgin olaraq qalır. Xüsusilə Azərbaycan Türk Dövlətləri Təşkilatında da əməkdaşlığı genişləndirir. Bilirsiniz ki, son illərdə Türk Dövlətləri Təşkilatı inkişaf elədi. Azərbaycan və Türkiyə bu istiqamətdə çox mühüm addımlar atdı. Amma son günlərdə gördük ki, Mərkəzi Asiya Türk Dövlətləri Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyətini, Yunan Kiprini tanıdı, Şimali Kipr Türk Cumhuriyyətini tanımırlar və həmçinin bu dövlətlər Türkiyənin önəm verdiyi Antalya Diplomat Forumunda iştirak etmədilər. Sizcə Türk Dövlətləri Birliyi dağılırmı, yoxsa bundan sonra inkişaf edə bilərmi? Əvvəla dəvət üçün təşəkkür edirəm və hesab edirəm ki, bu narahatlıq, hamımızın narahatlığını üçün görüşülməlidir və aradan qaldırılmalıdır. Türk Dövlətləri Təşkilatının yaranması ziyadəsilə bizi məmnun eləmişdir. Bütün türkləri təbii ki. Şəxsən mənim özümün həmişə böyük arzum olmuşdur ki, belə birlik yaransın. Mən rəhbərlik olanda bir kitab da yazmışdım. Mən oxudum, gördüm. Orada bir tam modelləşdirmişdim. Transkontinental Avrasiya Turan. Tam bugünkü Türk Dövlətləri Təşkilatı formatında. Yəni, hər birimizin nəzərə cəhətdən də bu məsələ ilə bağlı fikirlərimiz oldu. Və bu günləri bu Türk Respublikalarının belə davranışı arzularımızın, böyük ideallarımızın həm belə deyək ki, öləzməsinə səbəb ola bilər. Həm də dünyanın bugünkü vəziyyətində onların özlərinin də mövqelərini xeyli zəiflədir. Çünki bugün bu Türk dövlətlərinin güvənə biləcəyi yeganə ev Türk Dövlətləri Təşkilatıdır. Xüsusən Qazaxıstandakı məlum hadisələrdən sonra İstanbuldakı təhlükəsizlik rəhbərləri, idarə rəhbərləri yığıldılar Türk dövlətlərinin. Orada qərar verirlər ki, xarici siyasəti və təhlükəsizlik siyasətini koordinasiya eləsinlər. Bu çox vacib idi və o qədər həyati məsələ idi ki, dərhal yığılıb məsələ baxdılar. Çünki bu zəncirin bir hərəkətinin qırılması domino effekti verə bilərdi. Başqalarının da artıq vəziyyəti pisləşərdi. Təbii ki, şükürlər olsun ki, Qazaxıstan salamat çıxdı. Yəni, indi elə bir vəziyyət yaranıb ki, biz potensialımızı normal şəkildə istifadə eləməliyik. Bugün yeni dünya düzəni formalaşır. İndi buna müxtəlif adlar verməyinə baxmayaraq, idarə edənlər və idarə olunanlar sıralanır bir vaxtda. Türk dövlətlərinin özlərinin idarə edənlər cərgəsində durmaq imkanları yaranır. Bugün Trump o Erdoğan haqqında, Cənab Erdoğan haqqında dediyi fikirlər təkcə sevgisindən deyil, həm də bir güclə hesablaşmaq üçündür. Və Türkiyənin tutduğu mövqeyi, Azərbaycanı siz qeyd elədiniz, buradakı ciddi rolu, yeri, ümumiyyətlə Türk etnosun yerləşdiyi bölgə, Hertland, dünyanın qəlbi adlandıran hissə o qədər əhəmiyyətlidir ki, biraz təşkilatlanmaq belə bizim idarə edənlərdən olmağımızı təmin edə bilər. Belə vaxtda səhvə yol vermək və daxildə koordinasiya olunmayan bir addım atmaq, mən yumuşaq formada deyirəm və deyir ki, bunu bir səhv adlandırsaq belə, yaxud da koordinasiya olmamış addım adlandırsaq belə, bu özü çox ciddi şəkildə zərərlidir. Çünki məqsəd nədir? Artıq vahid ordu yaranması məsələsi var. Mesela burada Hörmətli Bəxtiyar Paşa, bizim müdafiə naziri var, Türkiyənin generalımızın bir fikri vardı, çox xoşuma gəldi. O deyir ki, iki dövlət, bir millət, bir ordu. Artıq bir ordu formatı istəyirsə və yaxud da biz tədricən konfederasiya haqqında düşüncələr vardı, daha da dərin inteqrasiya məsələləri vardı, gömrük məsələsindən bağlı başqa məsələlərdə tam belə bir dövlət kimi davranmaq modeli düşündüyümüz halda Türkiyənin ciddi şəkildə xarici siyasətində element olub Yunan Kipri məsələsindən belə münasibət bəsləmək ən azından Türkiyə siyasətinə bağlamaq. Çox maraqlıdır. Bunlar Antalya Diplomatik Forumunda da iştirak edirlər. İndi bunlar danışılmalıdır. Yəni bunlar gərək mütləq şəkildə Azərbaycanda, Türkiyədə xarici naziri, biz bunları görə çağıra bir yerə oturarlar. Bu məsələ aydınlaşdırılmalıdır. Bu nə baş verir? Əgər bunlara bir şeylər vəd veriblərsə və o kökə siyasətindən aldadıb gələcəklər... 2 milyard dollar vəd verir. Bəli, gələcəkdə bunlar kötək vura bilərlər. Məsələn, mən deyək ki, dalağım sansmışdı Fransa tərəfdən, Orta Asiya gedəndə ya Almaniya tərəfdən gedəndə mən o vaxt da bildirirdim ki, oradakı uran yataqları vardı.
və başqa yeraltı sərvətlər, ciddi sərvətlər vardır. Onlar ora gedib müxtəlif vədlər verə bilərlər. Amma biz həmişə görmüşük ki, bu vədlərin arxasında axırda xəyanət, ya mədəni işğal, ya iqtisadi işğal, ya elə hərbi işğal dayanıbdır və bu dövlətlərimiz itirib demiş. O Türkistan həmişə başqa məlumat var. Ona görə indi siz dediniz ki, o vəsaiti bunları göstərir. Əgər bu birliyi pozarlarsa, göl qurutma üsulundan bu türk dövlətlərini orada tədricən ələ keçirlər və tamamilə sıradan çıxararlar. Baxın, bir ara əvvəl orada vəziyyət tam fərqli idi. Məsələn, G5, yəni Orta Asiyada olan 5 respublika və plus Amerika görüşü keçirildi Amerikada. G5 Çin görüşü keçirildi. Və bunlar buranın önəmini həddən artıq hiss eləməyə başladılar. Və Almanya və Fransanın oradan gəlib Orta Asiyada danışması da onun üstünə gələn məsələlər. Belə vəziyyətdə atılan addımlar, yanlış addımlardır bu xarici siyasətdə. Və mən hesab edirəm, dərhal elə bu məsələ iki məsələlə bağlıdır. Həm o forumda iştirakçının bağlıdır, həm də bu Yunan Kiprində səmimiyyətin artmasına bağlı məsələ dərhal TDT-nin çox maraqlı. gətirir. Azərbaycan şifahi şəkildə Cənab Prezident də qeyd edir. Biz Şimali Türk Cumhuriyyətini yapdıq, amma bunu biz rəsmən tanımaq məsələsini hələ bəlkə gedişirik mi? Mən də hesab edirəm gedişirik. Yəni sizin sualınız əslində bir də cavab xarakterdir. Bir ara Azərbaycan bu məsələlərdə ola bilər ki, tərəddüdləri anlamaq olar. Qarabağ məsələsi. Bu məsələ bitdi. Yəni biz düşmənləri heç də bir tutaqa verməmək üçün o dövrdə bəlkə tanımamamız doğru olardı. Mən 2012-ci ildə Şimal Kipr Türk Cumhuriyyətində ADA TV var. Orada bir müsahibə verdim. Bir saat yarımlıq bir müsahibə verdim. Orada da hələ o vaxt səsləndirdim bu. Hani TDT falan yoktur tabii ki. Ki bura bir bala vətən, yavru vətən deyirlər hər kəs tərəfindən. Biz buna çox ciddi şəkildə sahib çıxmalıyıq. Həm təkcə ona görə yox ki, ora Türk Respublikasıdır. Təkcə ona görə yox ki, ora baskılar vardır. Həm də onun çox ciddi strateji əhəmiyyəti vardır. Siz də bilirsiniz. Ora o ana vətən deyilən, mavi vətən deyilən yerdə Aralıq dənizində çox ciddi şəkildə önəm daşıyan bir ərazidir. Həm logistik məsələdir, həm karbohidrat ehtiyatlarından bağlı. Həm də orada Yunan Kiprində Amerikanın başqalarının hərbi bazaları yerləşdirildi. Fransızların da, Yunanların da donanmaları orada deyək ki, manevr verməklə məşğul olan və hər bir projedə də Türkiyəni Ege dənizinə həbs eləmək istəyirlər. Bu sinir xəttlərdən bağlı. Türkiyə bu prosesi keçdi, Liviya xəttincə sağmana salındı. Ondan sonra məsələ bitdi və Türkiyə qarşı olan altını və zərərsizləşdirdi. Yunanistan, Fransa, İsrail, Misir, Birləşmiş Ərəb bir blok yaratmışdılar və onlar artıq çözdü, məsələni də çözdü. Belə vəziyyətdə Yunanlar belə artıq Türkiyəyə münasibətləri yaxşılaşdırmaq qərarına gələn bir məqamda, Yunanistan özünə belə məqamda birdən-birə Türk Cumhuriyyətlərinin bu cür davranışı həddən artıq yanlış bir siyasətdir. Bu heç nəyə xidmət eləməyən, xeyir gətirməyən məsələ. Biz başqa etnosundan fərqli olaraq da Türk etnosunun bir çox deməli avantajları var. Birinci, o xəttdə, Türk xəttində geocoğrafi mənada, geosiyasi mənada çox ciddi xəttdir. Logistik imkanlar bizim əlimizdə. Artan millət, insan ağlında, yeraltı sərvətlərimiz bu, dənizlərə çıxışlarımız, biri-birinə bağlı olan bölgə olaraqdan bir yerdə. Və bu Türk Dövlət Təşkilatı qədər bir bloklaşma imkanı olan rahat heç bir blok yoxdur. Yəni NATO, ya KTMT, nə bilim, nə MDB, nə başqa. Proses ona uyğun getirdi. Tam uyğun və bunun əgər belə bir, məncə bu yanlışı da naxışa çevirmək və aradan qaldırmaq lazımdır. Məsələn, bəlkə ən azından indi bu dövlətlər oradan səfirlərin geri çağırmaq məsələsi bəlkə biraz çətin olur. Şimal Kipr Türk Cumhuriyyətini də səfir görsünlər. Bəlkə bunu eləsinlər ki, biraz yanlışı naxışa çevirmək. Bəlkə Azərbaycan ilk addım ata bilərmi? Ata bilər və atması vacibdir. Yəni Azərbaycan bir çox məsələlərdə bu məsələlərdə addımlar atıb. Elə Türk Dövlət Təşkilatının ilkin o hücrələri qoyulanda Naxçıvanda ilk tədbir keçirildi. Azərbaycan 2009-cu ildə. Və sonraki məqamlarda da Azərbaycan tərəfindən belə məsələlər olubdur və mən həmişə bunu misal çəkirəm. Xatırlayırsa, Azərbaycan Prezidenti Yunanistan səfirini burada qəbul edəndə o zaman Yunanistan və Türkiyə arasında ciddi bir ziddiyyət var idi. Azərbaycan Prezidenti onu biabır elədi. Doğrudur, yadım. Yunanistanı biabır elədi və dedi ki, Türkiyənin düşmən dostluğu qoydu. Biz
bu davranışı eynən qoymalı. Başqa bir məqamda da eyni cür davranmışdı Azərbaycan prezidenti. Demişdi, burada Türkiyə rəsmisi prezidenti yoxdur, mən buradayım, erməni evet desin. Avropa İttifaqı hardasa belə bir fikirdə səsləndirmişdi. Bax, indinin özündə də Azərbaycan Şimali Kip Türk Respublikasına bağlı o addım alsa çox ciddi bir məsələ olur. Mən hesab edirəm ki, bu cür həm Kərkük türklərinə, həm də ora sahib çıxmaq ilə Azərbaycan da o məsələdə ilk addım atmaq çox vacib məsələ. Kərkük türkləri açıqdır ki, Osmanlı türklərindən, Anadolu türklərindən daha çox bizə yaxında. Buradan eyni Oğuz türkləri eyni olur və tarixən də bu məsələlərdə Azərbaycan türklərindən bunlar eyni davranırdı. Doğrudur. Sonradan bölünmə. İndi də onlar daha çox Azərbaycanı istəyirlər. Mən indi bir müddət əvvəl bu Suriyanın yeni prezidentini biraz deyək ki, ögey münasibət bəsləməsi ilə bağlı fikir bildirmişdim ki, gelirdi Türkiyə, düşündüm ki, orada belə bir ifadə işlədim ki, mütləq şəkildə Kərkük türklərinin iş başında olmasını hörmətli Hakan Fidan yoxsa hörmətli cənablardan bunlar danışmalıdır. Ki, siz partiya təsaslıqlar heç olmasa, baxın da nə gedir, adam əhali vardır, yerləşməli. Orada rəqəmlər dəyişirlər, məsələn, biri deyir 3 milyon nə qədər adam var, biri deyir 700 min orada halva yoxdur çünki. Asimilyasiya etdiriblər, çünki kimliklərində müsəlman yazılırlar. Yazmırlar ki, Kərkük türkü. Orada kimlikdə müsəlman yazılırlar. Xristianda xristiyan yazılır. Digər dövlət, millətləri öz şeylə yazırlar amma. Amma türkləri bizim Kərkük türkləri müsəlman kimi. Bu da asimilyasiya bir növ. Bu da deyil. Və sonra da bunları bir yerdə kompakt yaşamaq başlayır. Dil qoruyurlar, məişət səviyyəsində. Amma ayrı başqa kəndlərdə ki, yaşlılar, onu asimilyasiya olurlar. Ərəb dilində danışmaq başlayırlar. Çünki orada məktəb yox falan yox. Ona görə mən o məsələdə toxunmuşdum ki, həm Kərkük türklərdə, həm də Şimali Türk cümiyyətlə münasibətdə mütləq şəkildə yeni bir baxış olmalıdır. Əlbəttə, bunu Azərbaycan və Türkiyə oturub masada bir reseptini tapmalıdırlar. Amma Azərbaycanın bu məsələ, siz dediyiniz kimi, addım atması Azərbaycanda çox ciddi şəkildə xeyirli olar. Zaten Türk Dövlət Təşkilatının məhvərində Azərbaycan və Türkiyə dayanır. Aydındır. Bir də təbii ki, biz Kərkük düşmənləri, həmçinin Şimali Kiprdə türklərlə bağlı deyək, amma Güney Azərbaycandakı türklərlə bağlı soydaşlarımız, bunlar bizə daha da yaxındır. Bilirsiniz, onlarda çox ciddi problemləri var. Amma problemlər də olsa artıq orada milli azadlıq hərəkatı mədəni şəkildə düzəlməsi var. Və təbii ki, Azərbaycan rəsmi Bakı indi Güney Azərbaycan məsələsini bir müddət gündəmdə saxladı. Amma yenidən arxa plana keçir. Yəni, bu məsələni yenidən gündəmə gətirməyimiz lazımdır. İndi mən baxıram, İran mətbuatını izləyirəm. Onlar Azərbaycan sevmiyetini ünvanlanan yazılarında birbaşa Azərbaycanda etnik separatizmi tamamilə kökləyirlər. Azərbaycana qarşı hibrid savaşı həyata keçirirlər. Kütləvi informasiya vasitəsilə. Həmçinin indi İran da prezidenti Azərbaycana səfəri gözlənilir. Sizcə bu səfərdən sonra İran-Azərbaycan əlaqələri, xüsusilə Tehran Azərbaycana baxışı dəyişə bilərmi? Yəni də İran kütləvi informasiya vasitələrində Azərbaycana qarşı bir informasiya savaşı dayana bilərmi? Yoxsa yenidən bu mübarizə, Azərbaycana qarşı bu müharibə davam edəcəkmi? Yəni kütləvi informasiya vasitələri üzərindən deyirəm bu müharibəni, informasiya müharibəsi və bir tərəfdən Ermənistanla bunlar Zəngəzur dəhlizində orada Fatimə Zəhra adında bir hərbi təlimlər keçirdi. Yəni bu hərbi təlimlər Azərbaycana qarşıdırmı İran tərəfində? Əvvələ söhbət bir neçə sual bəyanatdır sizin sualın içərisində. Bax, İranın Azərbaycan münasibəti dəyişəcəkmi? Biz arzuyuq ki, dəyişsin. Çünki İran-Azərbaycan münasibətlərində nə qədər soyuqluq olubsa və nə vaxt olubsa, bizim tərəfimizdən təşəbbüs olmuyor ki, biz bunu soydaq. Doğru. Bütün addımları İran atıbdır. Güya ki, münasibətləri yaxşılaşdırmaq istəyirlər. İndiyə qədər Azərbaycan səfirliyinin hücumunda həbs olunan adam cəzalandırıldı. Və yaxud da ondan bir müddət sonra gediş oldu, gəliş oldu falan. Burada bir ədəbin mollası Azərbaycan prezidentinin ünvanına, ki, bu Azərbaycan xalqının ünvanına qəbul olunur. Çünki prezident xalq təmsil fərq deyil, bu bir məqamdır. Azərbaycan xalqını təhqir elədi və ölkə prezidenti dedi ki, mənə maraqlı deyil onun rəsmi reaksiyası. Heç bir reaksiya olmadı. Yəni, adam elə yerində də qaldı. Öz işində də başqa fikirlərdə sonra başqalar tərəfindən səslənmişdi. Bu son epizodda. Amma
yaxın tarixi ekskursiya desək, Qarabağ savaşından əvvəl verdikləri yardımlar da göz qabağında. Separatçı Qarabağdakı ermənilərə, onların avtomobilinə yanacaq daşıması, təlimatlar göndərməsi, raket atmaq üçün xüsusi təlimatların göndərməsi, silah-sursat verilməsi, müharibənin gedişatında 900 ton silah-sursatın M2 yolundan ora göndərilməsi, İran ərazisindən göndərilməsi, müharibənin gedişatında Zəngilanda bizim ordunun qabağını kəsmə məsələsi, indi gəlib burada hərbi təlimə keçməsi falan da üstünə gəlsə, yəni mən ona görə inanmıram ki, laf bu İran prezidentinin bura gəlib getməsindən də bir şey dəyişsin. İran prezidentinin nə qədər səlahiyyəti var? İran prezidenti kürsüdə 2 misli Azərbaycan türkçəsində şeir dedi, qabağına gətirib bir pitik qoydular ki, kəs səsi, farsça danışır. Doğru mu? Yəni, bütün bu məsələlərə görə mən İranın hansısa formada mövqeyini dəyişəcək inanmıram. Sadəcə İranın vəziyyətini belədir ki, həm Amerika tərəfdə onun baskılar, həm onun post qüvvələrinin məhv olunması, həm asıl olsun, hizbin olsun, Suriyada sıxışdırıb çıxarılması, sanksiyaların tətbiqi, bugün Amerikanın münasibətlərdə yenidən sıxışdırmalar, onlar bölgə dövlətləri ilə çalışır ki, münasibətləri ən az pisləşdirməsin, görüntü olaraqdan, deyək ki, mövsümü olaraqdan. Mən İranın Azərbaycana qarşı münasibətində institutlaşmış bir davranışın olmasında qətiyyən bunda əminəm ki, bu siyasət yürüdülür, bunu hamımız bilirik. Və nəinki oradakı Güney Azərbaycan türkləri, ümumiyyətlə, Güney Azərbaycanın mövcud olmasına belə maraqlı deyirlər. Onlar bütün çalışılarında şəhərlərimizi iddia eləmək, ərazi iddiası eləmək, başqa burada bir Azərbaycanda bir fərqli bir nə dövləti yaratmaq, Kəribə dövləti yaratmaq, burada şəbəkələr düzəltmək, bunlar ifşa olur, hamısı bunlar bilirik ortada. Ona görə hesab edirəm ki, Azərbaycan tərəfi ilə hakimiyyəti başa düşmüyorlar, dövlət tərəfindən protokol qaydalarını əməl edərək müəyyən məsələlər üzərində getməmək mümkündür. Amma Azərbaycanın İrana münasibətdə doktrində xüsusi bir işləmə dəyişmək lazımdır. Mütləq şəkildə lazımdır və burada artıq ictimaiyyətin özü də fərqli davranmalıdır. Mən birinci onu deyim ki, Azərbaycanda Milli Azadlıq Hərəkatının Quzeyli Azərbaycan Milli Azadlıq Hərəkatı ya Güney Azərbaycan Milli Azadlıq Hərəkatı adlandırmaq yanlışdır. Bir millətin belə iki bölünmüş hərəkatı ola bilməz. Sadəcə olaraq Azərbaycan Milli Azadlıq Hərəkatı Quzeydə nəticələr verib. Respublikamız var. Güneydə hələ nəticə yoxdur. Siz də həmin Milli Azadlıq Hərəkatı Şimdi talibə düşdü, mən də orada iştirak elədim. Biz məsələn o vaxtlar sərhədləri yandıranda, sərhədlər iki imperiya arasında çəkilmiş sərhəd son 200 ildə ilk dəfə ən ciddi etirazdır ki, iki imperiyanın iradəsini biz ayaqlara atlandıq. Məsiyandırma atlandıq. Və söhbət ondan gedir ki, bir milləti bu həm bölərsənsə məğlub edə bilərsən. Yəni o sərhədinin falanı yox. Bizim təkrar şuurumuza Təbrizlinin problemi Təbrizlinin, Şəkilinin problemi Şəkilinin yerisinlər biz ondan məğlub olarıq. Hər kəs bilməlidir, Şəkilinin problemi həm də Təbrizlinin problemi. Təbrizlinin problemi həm də bizim burada problemimizdir. Ona görə biz məsələlərə ciddi yanaşmalıyıq. Biz Şimal Kipri haqqında danışdıq, amma bunlar bizim artıq evimin içidir. Yəni, Türk dünyasını ev kimi götürsək, onlar ayrı otaqdırlarsa, Güney Azərbaycan bir otaqdır. Biz bir otaqdayıq. Onların taliyə deyilən bir şey yoxdur. Bizim taliyimizdir onların taliyi. Ona görə bu məsələdə yanaşmalar, mən hesab edirəm ki, artıq ümumiyyətlə İran məsələsi və Güney məsələsidir. Azərbaycan və Türkiyə istihbarat təşkilatları, xarici nazim nümayəndələri at yapdı, oturub, ciddi şəkildə baxmalıdır məsələyə. Orada bir proses gedir. Birinci, məsələ iki aspektdən yanaşmaq lazımdır. Bir, millətimizin 40 milyonluq orada talihi həll olunur. Biz buna gücənə qala bilmərik. Məsələn, bir force major vəziyyətlər yarana bilər. Yeni dünya düzəni yaranır, necə 45-ci ildə yaranmışdı və Sovet ordusunda daxil oldu. O 413-cü il, 20-ci Tagoron diviziyası, Azərbaycan diviziyası daxil oldu. Eyni şeylər baş verə bilər. Artıq orada güneydə məsələlər səslənir, bu fikirlər səslənir. Tutaq ki, Amerikanın İran toqquşmalarsa, Güney Azərbaycandakı ayaqlanmanın sonucu olaraq da orada fərqli bir şey yaranar. Biz o vəziyyətlər sektorda düşmüyor, hazır olmadı. İkinci, məncə, çəkinmədən Güney Azərbaycanda çalışa biləcək gələcəkdə ehtiyac olarsa, müəllimlərin, həkimlərin könüllü şəkildə hazırlanmasına ehtiyac var. Oracı gətirir. Təlimatçıların hazırlanmasına, hərbi təlimatçıların hazırlanmasına ehtiyac var. Kürddə bu məsələdə hər məndə hazırdır. Hazırdılar. Hər şeyləri var, doğru mu? Bunların ünvanında hərbi akademiyaları var. Doğrudur. Məktəbləri, hər şeyləri vardır və bütün hazırlıqları vardır. Bizim hazırlığımız çox aşağıdır. Mən 2005-ci ildə Haqada Dünya Azərbaycanlılar Kongresini mən tümədə çıxmışdım.
Qurultayda bir söz dedim. Mən o vaxt o təşkilatın rəhbərliğini seçdilər. Dünya Azərbaycanlılar. Azərbaycan üzrə bakın nümayəndə heyəti rəhbəri oldu. Dedim ki, vaxtı ki, hələ mən bunu 2005-ci ildə deyirdim. Vaxtı ki, artıq burada Güney Azərbaycan mühacirət hakimiyyəti yaransın. Onun parlamenti yaransın. Komissiyalar yaransın. Bu komissiyalar müxtəlif ölkələrin danışıqları aparsın ki, biz nə yaradırıq, nə istəyirik, onlar bilsinlər, məsələdən hali olsunlar. Konstitusiyası yaranmalıdır. Güney Azərbaycan xəritəsi ortaya qoyulmalıdır. Onun iqtisadi imkanları araşdırılmalıdır. Allah görür, bu günləri Ukraynada Trump gəlib, yeraltı sərvətlərini bağlı edir və böyük siyasətdə iqtisadi ritorikanın səslənməsi çox mühüm məsələdir. Yəni bir məsələ budur. Bunu çox geniş şəkildə də bölmə demək olar. İkinci məsələ ən azı bu qonşu dövlət. Orada baş verəcək hadisələrlə bağlı olaraq istəyir humanitar fəlakətlər olsun. Aha, adamlar bura gələcək, gələ bilər xeyli adamlar. Orada başqa hadisələr baş verir. Türkiyə gedəcək falan. Ona görə Türkiyə və Azərbaycan bu məsələni bir masaya yatırmalıdır. Və məncə çox ciddi proseslər ki, gözlənilir. Biz hazırlıqsız yaxalanmaq əvəzinə ki, bunun dərdi çəkmək əvəzinə biz buradan qazancan çıxmaq haqqında düşünməliyik. Tamam, aydındır. Ona görə bir söz soruşum. Ben səhər bir informasiya oxudum. Ermənistan konstitusiya dəyişikliyi 2027-də deyil, məsələn daha tez bu illərdə dəyişə bilər. Bu təbii ki, Azərbaycan tələb edir. Sizcə Ermənistan növbəti aylarda konstitusiya dəyişikliyə getsə, ilin axırına kimi sülh müqaviləsi mümkündürmü? Qısa. Mən inanmıram ki, bunlar hələ bu tez demək etsinlər. Çünki daxildə də biraz kataklizmlər var orada. Tavuşdan köçənlərlə bağlı etirazlar falan vardır. Ya, bugün Paşinyan çıxış edəndə müxalifət durub zala tərk edildi. Düzdür, Paşinyan olaraq cavab verdi. Məncə bu konstitusiya dəyişikliyi məsələsi daha çox süründürüb başqalarının boyuna qoymaq istəyi də var. Seçki ilidir. Məsələn, Paşinyan düşünür ki, mən seçilmərəmsə ara hakimiyyət dönəmində bunu onlara yürüyüb, sonra bundan gəlmişim üstünətə deyil. İkinci bir tərəfdən, mən seçilərəmsə də, seçkiyə qədər bunu eləsəm, seçkidə məğlub olmaq ehtimalları bundan qarşı tərəf başqa istifadə edir. Ona görə bu özü bir sualdır. Eləyərlər yoxsa yox. Hətta eləsələr belə, tam sonsuz müqaviləsin bağlanması da nə real deyil, Ermənistan tələsir məsələdə. Məsələn, Naxçıvan tərəfi hərbi qüvvələr toplayır, sərhəddə təxribatlar törədir. Güya ki, belə presin gedir ki, Azərbaycan tələsik sülh müqaviləsi bizə qoysun. Məncə biz tələsməli deyilik. Niyə tələsməli deyilik? Biz çərçivə sazişi edə bilərik. Amma sülh sazişində, məsələn, son 2 bənd haqqında danışırlar ki, beynəlxalq təşkilatlarda verilən məhkəmələrdən iraqların geri götürülməsi. Biz onu niyə geri götürməliyik? Ermənistan bizə nəyə verəcək bizə məhkəmə? 30 il bizim ərazilərdə işğal edildi. İstismar edildi, soyqırım edildi. Amma bizim ərazilərimizdə 480 milyarda qədər təzminat davamız var. Biz bunu üstündən mi keçəcək? Ya soyqırım məsələsi, Xocalı başqa şeylərin üstündən mi keçəcək? Yaxud da dediniz, konstitusiyada ərazi iddiaları var. Biz üstündən mi keçəcək? Yaxud da 76-cı xəritəsini istifadə edilir. Amma əslində 22-ci ildə, bəli 22-ci ildə rəqəm doğru mu dedim? 22-ci ildə sərhədlər ləğv olunubdur Qafqaz Respublikaları arasında. Zakafkazi seriyalı. Bəli, ləğv olunubdur. Ona qədərsə sərhədlər olubdur. Hələ mən onu deyirəm, 20-ci ildə yanvarın 11-də Parisdə Azərbaycan ərazisi de facto tanınıbdır. Orada da xəritə var nəsə. 114. Yəni bizim o illərdən sonra ən azı məsələn Zəngəzur məsələsi. 20-ci ildə Zəngəzur verdim, amma ilk 9-cu ildə Meyvə hissəsi verdim. Bu kimdə qalacaq? Sonra verilən 9.000 kvadrat kilometr, 20.000 kvadrat kilometr. Bunlar nə olacaq taleyi? Ona görə mən sülh sazişində Azərbaycan tərəfini tələsməməyi və elə bir saziş imzalanmalıdır ki, gələcək nəsillərə manevi imkanlar saxlanılsın. Aydın. Təşəkkür edirəm Fərəz bəy, minnətdaram. Dəyərli tamaşaçılar, Xalq TV televiziyasında siyasi baxış görüşünə baxdınız. Təşəkkür edirik.